İlk görüşündən bir söhbət, bir söhbət edəcəksən El-Bəğdadi El-Azəri ki, bu mərhum Şeyx Füzuli Bəğdadi Azərinin qəbridir. 894-cü il Hicri qəməri tarixi ilə dünyaya gəlibdir. 953-cü Hicri ilə də vəfat edibdir. Burada fil-Hillə və səkinə Bəğdad. Hillə şəhərində doğulub, Bağdad şəhərinin sakini olub, Bağdadda yaşayıbdır. Kərbəlada vəfat edib ki, və tuğfiyə fi Kərbələ müqəddəs. Onun çoxlu əsərləri var ki, onlardan ki, Mətləul Etiqad və kitabların adı ki, yazıldı burada və ərəbi, farsi, türki, sair dillərdə və hətta Kürd dilində də şeirləri olur ki, onun şeirlərindən də bəlkə yazıldı aşağıda, amma biz də öz dilimizdə bir dənə inşallah ki, onun şeirlərindən Kərbəla haqqında Səhl-i sanma Kərbəla qovqasın ey əhli xirət. Səhl-i sanma Kərbəla qovqasın ey əhli xirət. Ərsə-i bidad-ı meydan-ı bəladır Kərbəla. Sorsalar ki, hansı mənzildir məsaib məcməyi, ün verir qəsri fələk kim Kərbəladır Kərbəla. Allah rəhmət eləsin, inşallah bir Fatihə oxuyaq buna. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme gfir lehu ve lena vahşuhu.